Xoş gördük əziz tələbələr, hörmətli abituriyentlər. Mən Seydova Fatimə. Bugün sizlərə heçlikdən doğmuş bir şəxsiyyətin yaratdığı güclü bir dövlət olan Atabay Eldənizin yaratdığı Atabəylər dövləti haqqında danışacağım. Ona görə deməyiblər ki, məhz çətin vaxtlar güclü insanlar doğurur. Atabay Eldəniz bir qul olur və o çox belə deyək, zəif olur, çox belə cılız olur. Qul bazarındaykən onu Səlcuq hökmdarı 2. Toğrulun sarayına aparırlar. Və Eldəniz bu sarayda böyüməyə başlayır. Eldəniz sarayda böyüdükcə Möminə xatun onun zəkasına heyran qalır və hər daim Toğrula Eldəniz haqqında danışır. Daha sonra elə olur ki, sarayda vəziyyət çətinləşir və 2. Toğrula xəyanət edən bir sıra insanlar çoxalır. Onlar Eldənizi də öz yanına çəkmək istəyirlər. Ancaq Eldəniz bununla qəti razılaşmır. Elə məhz buna görə də Möminə xatun yenidən Toğrula Eldənizi danışır. Toğrul isə Eldənizin bu sədaqətinə görə ona əmir rütbəsini verir və oğlu Arslan Şahın Atabəyi təyin edir. Atabəy isə Səlcuq şəhzadələrinin təlim-tərbiyəsi ilə məşğul olan insanlara deyilirdi. Deməli, elə məhz Atabəylər dövlətinin yaradması da Eldənizin adı ilə bağlıdır. Daha sonra 2. Toğrulun vəfatından sonra Sultan Məsud Eldənizə məsləhət görür ki, o Möminə xatunla evlənsin. Eldəniz Möminə xatunla evlənir və 1136-cı ildə Sultan Məsud aranı iqta kimi Eldənizə verir. Artıq Eldəniz gəlir bura və iqamətgahı Bərdə olan bütün əmirləri öz tərəfinə çəkir. Daha sonra isə artıq sultana qarşı baş qaldırır və özü müstəqil siyasət yeritmək istəyir. Ümumiyyətlə, Eldəniz Arandan başqa Azərbaycanın cənub bölgələrini və Naxçıvanı müstəqil idarə edirdi. Naxçıvanı paytaxt eləmişdi və Naxçıvan Eldənizin paytaxtı olan müddətdə, deməli, Naxçıvandakı bütün daxili ixtişaşlara son qoyulmuşdu, deməli, bütün çətinliklər aradan qalxmışdı, xalqın, deməli, rifahı yaxşılaşmış və Naxçıvan öz çiçəklənmə dövrünə yaşamağa başlamışdı. Daha sonra buranı dedik. 1160-cı ildə İraq Səlcuq Sultanlığı deməli öldürülür. Artıq o öləndən sonra hakimiyyət taxtı boş qalır və taxta çıxmaq irsən olduğu üçün bir səcərə lazımdır. Yəni qan lazımdır, eş lazımdır. Eldəniz taxta çıxa bilməzdi. Buna görə də oğulluğu Arslan Şahı Səlcuq Sultanlığının taxtına çıxardır və o artıq başlayır Arslanın əli ilə ölkəni idarə eləməyə. Həmin dövrün tarixçisi, deməli, Sədrəddin Əl-Hüseyni bu dövrdə belə yazır ki, əslində Səlcuq Sultanlığının taxtı məhz Eldənizə aid idi. Sadəcə olaraq səcərə lazım olduğuna görə Arslan Şah kağız üzərində hökmdar idi. Deməli, ümumiyyətcə biz Eldənizlər dövründən danışarkən Eldənizlər dövrünü 2 hissəyə bölürük. Deməli, onun təşəkkül dövrü, hansı ki 1136-dan 1160-cı illəri əhatə eləyir. Onun çiçəklənmə dövrü 1161-dən 1191-ci ilə qədər dövrü əhatə eləyir və onun tənəzzül dövrü 91-ci ildən 1225-ci ilə qədər olan dövrü əhatə eləyir. Deməli, bunun təşəkkül və çiçəklənmə dövrü məhz Eldəniz və Eldənizin oğullarının dövrünü əhatə eləyir. Tənəzzül dövrü isə aydındır ki, Əbu Bəkir və Özbək haqqındadır. Onlar haqqında isə biz birazdan çox geniş danışacağıq. 12-ci əsrin 60-cı illərində Eldəniz artıq hakimiyyətin daha geniş ərazilərə yayılmağa başlayır və o cümlədən Qəzvin, Fars, Ərdəbil, Nişapur, Həmədan, Gilan, Mazandıran, İsfahan, Rey, Mosul, Diyarbakır, Kirman, Xuzistanı özünə tabe eləyir və deməli Şirvanşahları özündən asılı hala salır. Şirvanşahlar Azərbaycanın biz bilirik ki, şimal hissəsində yerləşir və Şirvanşahların tutulması ilə deməli onların ərazisi Dərbanddan İran körfəzinə qədər olan ərazini əhatə edir. Ümumiyyətcə burada dərsliyimizdə Atabəylər dövlətinin xəritəsi var. Biz görürük ki, həqiqətən Atabəylər dövləti Azərbaycanın şimal və cənub hissələrini əhatə edən bir dövlət olmuşdur. Şirvanşahların tabe etməsi ilə onlar ümumi Qafqazda artıq güclənirlər və hətta Əl-Hüseyni yenidən bizə məlumat verir ki, Eldənizin mülki Tiflis qapılarından Məkarana dək uzanırdı. Daha sonra bu dövrdə Qafqazda deməli güclənmək istəyən bir dövlət isə Gürcülər idi, hansı ki Gürcüstan dövləti Eldənizlər dövlətindən burada rəqib idi. 1139-cu ildə biz bilirik ki, Gəncə və Ani zonasında güclü bir zəlzələ baş verir. Bu zəlzələdən istifadə edən Çar 1. Demetri öz qoşunlarını toplayaraq Gəncəyə gəlir və oradan əsirlər götürür, müxtəlif qənimətlər əldə edir. Ən əsası isə Gəncənin qoşa qapılarını özü ilə aparır. Bugün də Gəncənin qoşa qapılarının bir tayı Gürcüstanda, deməli Gürcüstanın Kutaşi şəhərində, Gəlat monastırında hələ də saxlanılmaqdadır. Daha sonra Eldənizin Gürcülərlə olan münaqişələri davam edir və 1161-ci ilin avqustunda Çar 3. Georgi deməli Eldənizlər üzərinə hücum edir.
Bu yürüşdə deməli onlar məqsədə gəlib Anini tutmaq idi və onlar öz qoşunlarını Aniyə gətirirlər. 1163-cü ildə Naxçıvan döyüşü baş verir. Naxçıvan döyüşündə Eldənizlər qələbə qazanır. 64-cü ildə Eldənizlər Gürcüstan üzərinə yürüş eləyir. Biz bayaq dedik ki, 63-cü ildəki yürüşü, daha doğrusu 61-ci ildəki yürüşü Gürcülər başlatmışdısa da, 64-cü ildə yürüşü Eldənizlər başlatmışdı. Bu yürüşdə də Eldənizlər 64-cü ildə qələbə qazanır. 75-ci ildə isə deməli Eldəniz öz oğlu Miran Şahı qoşuna rəhbər təyin edir və həmən qoşunun Gürcülər üzərinə yürüşə çıxmasını istəyir. Və qoşun Gürcülər üzərinə yürüşə gedir, Gürcüləri məğlub eləyir, Gürcü çarının xəzinəsi əldə olunur və bundan sonra Gürcülər Azərbaycana, Eldənizlər dövlətini və Aniyə olan ərazi iddialarından bir dəfəlik əl çəkirlər. 1175-ci ildə bu hadisədən elə bir neçə vaxt sonra Eldəniz dünyasını dəyişir. Eldənizin ölümündən sonra hakimiyyətə onun oğlu Məhəmməd Cahan Pəhlivan keçir. Məhəmməd Cahan Pəhlivan 3-cü Toğrulun, Səlcuq hökmdarı 3-cü Toğrulun deməli Atabəyi olur. Deməli o hakimiyyətə gələndə Təbrizdə Ağsunqurlar sülaləsi idarəçilik edirdi. O buradakı Ağsunqurlar sülaləsini deməli məğlub eləyir və deməli ora öz oğlu Qızıl Arslanı hakim təyin edir. Qızıl Arslan isə bura gələndə o öz əyanlarını yanına çəkmək üçün özünün feodal torpaqları, iqta torpaqlarını paylayır öz feodallarına. Bu isə artıq onun feodalları yanında onun hörmətini artırmağa başlayır. Daha sonra tarixdə ümumiyyətcə bir çox mənbələrdə, xüsusən tarixçi Ziya Bünyadovun da mənbələrində Məhəmməd Cahan Pəhlivan çox belə deyək, hakimiyyətində sərt, qəddar biri kimi qələmə verilir. Və hətta Abbasi xəlifəsi onun işlərinə qarışmaq istəyəndə o belə bir məktub yazır ki, əgər xəlifə imamdırsa, onun bütün məşğuliyyəti namaz qılmaqdan ibarət olmalıdır. Və beləliklə o həqiqətən də xalqa örnək olmuş olar. Xəlifə hökmdarın işlərinə qarışmamalıdır. O Gürcülər üzərinə yürüşlər eləyir və Gürcülərin artıq bura olan ərazi iddialarını bir daha sona çıxardır. Daha sonra eyni zamanda Əhər məlikləri deməli Eldəniz hökmdarlarının adına pul kəsdirir, xütbə oxutdurur. Bununla yanaşı o bir sıra ölkələri deməli özündən nominal asılılıq halına salır. Bəs sual verə bilərsiniz ki, nominal asılılıq nədən ibarətdir? Nominal asılılıq o deməkdir ki, yarım müstəqil asılılıq. Düzdür, hökmdar artıq Eldənizlər dövlətinə tabedir. Ancaq o, düzdür, xarici işlərə qarışa bilməz. Ölkənin eyni zamanda vergi verməlidir. Ancaq ölkənin daxili işləri artıq o hökmdarın əlindədir. Daxili işlərlə qarışmırlar. Buna deyirlər yarım müstəqil asılılıq. Daha sonra onun hakimiyyəti dövründə daha çox güclənir Eldənizlər dövləti və o deməli daimi nizami süvari ordu yaradır. Hansı ki, deməli Atabay Eldəniz də 50 minlik deməli süvari ordu yaratmışdı. Onun ölümündən sonra 1186-cı ildə hakimiyyətə onun qardaşı Cahan Pəhlivan gəlir. Hansı ki, Cahan Pəhlivan, deməli Qızıl Arslan gəlir. Hansı ki, Cahan Pəhlivan öz oğlu Əbu Bəkirə Qızıl Arslanı Atabəy təyin eləmişdi. Daha sonra deməli Qızıl Arslan hakimiyyətə gələndə o da qardaşı kimi deməli mərkəzi hakimiyyəti gücləndirməyə çalışır və 3-cü Toğrulla ciddi şəkildə mübarizələr başlayır. 3-cü Toğrulla deməli 1190-cı ildə Həmədan yaxınlığında Həmədan döyüşü baş verir və Həmədan döyüşündə 3-cü Toğrul məğlub olur. 3-cü Toğrul məğlub olduqdan sonra 3-cü Toğrulun bütün qızılı, bütün mülkü Eldənizlər tərəfindən mənimsənilir və onlar iqta olaraq paylanılır. Daha sonra 1191-ci ildə Şirvanşah hökmdarı 1-ci Aytıqdan baş qaldırır. Artıq o Şirvanşahlar dövlətini asılıqdan çıxaraq müstəqil idarə eləmək istəyir, ancaq bu baş tutmur. Qızıl Arslan Şirvana yürüş təşkil eləyir və 1-ci Aytıqdanı yenidən özündən asılı vəziyyətə salır. Və burada belə bir məqam var. Qızıl Arslan 1191-ci ildə xəlifədən sultan titulunu qəbul eləyir. Ancaq onun qardaşı Məhəmməd Cahan Pəhlivan xəlifənin onun işlərinə qarışmasına bir dəfəlik razı deyil idi. Daha sonra bunu Qızıl Arslanın dövründə Eldənizlər dövləti Dərbənddən İsfahanadək olan geniş bir ərazini əhatə eləməyə başlamışdı və artıq bu dövr yenə xalq rifah içində yaşayırdı, iqtisadi siyasi canlanma var idi, mədəni canlanma baş verirdi. Artıq biz gəlirik yavaş-yavaş tənəzzül dövrünə, hansı ki artıq tənəzzül dövründə hakimiyyətə gələn ilk hökmdarımız Əbu Bəkirdir. 1191-ci ildən 1210-cu ilə qədər olan dövrü əhatə edir. Əbu Bəkir hakimiyyətə gələndə onun qardaşları onun hakimiyyətini qəbul eləmir. Və dolayısıyla artıq hakimiyyət uğrunda müxtəlif çəkişmələr baş verir. Hakimiyyət Eldənizlər dövləti daxildən zəifləməyə başlayır. Əbu Bəkir isə ümumən nə mərkəzi hakimiyyəti gücləndirmək istəmirdi, nə də ki hərbiyə deməli başçılıq eləməyi, qoşunu gücləndirməyi marağında deyil idi.
Daha sonra deməli 1194-cü ildə Xarəzmşah Təkər bura hücum edir. Onun məqsədi Xorasan, Rey və Həmədan vilayətlərini tutmaq idi, hansı ki buna da nail olur. 97-ci ildə isə Əbubəkir həmən əraziləri ondan alır və öz deməli qardaşı Özbəyi orada hakim təyin edir. Daha sonra 1210-cu ildə Gürcü-Erməni hərbi birləşmələri Azərbaycana yürüş edir. Bu isə artıq güclü bir zərbə idi Eldənizlər dövlətinə. Elə həmin ildə Əbubəkir vəfat eləyir və hakimiyyətə gəlir Özbək xan. Deməli, Özbək hakimiyyətə gələndə çox səriştəsiz bir hökmdar olur. O ölkəni idarə edə bilmir, artıq feodallar baş qaldırmağa başlayıb, dövlətə çəkişmələr gedir və bundan istifadə edən Xarəzmşah Cəlaləddin 1225-ci ildə Eldənizlər dövlətinə hücum edir. Hansı ki, birinci Monqol hücumuna qalmış Eldənizlər dövləti daha özünü doğrulda bilməmişdi. Hələ özünə gələ bilməyib, daxili çəkişmələr var. Elə bu yürüşlə də o qüdrətli Eldənizlər dövləti 1225-ci ildə son bulur və süqut edir.